Yola saldığımız 2025-ci il ölkə ərazisində Azərbaycan cəmiyyəti üçün geniş rezonans doğuran hadisələr, onlarla qətl, müəmmalı ölüm, ailədaxili zorakılıq, itkin düşmə və səs-küylü məhkəmə prosesləri ilə də yadda qalıb. İl ərzində ölkə gündəminə təsir edən hadisələrin icmalını təqdim edirik. İlin ən sarsıdıcı hadisələrindən biri Astara rayonunda baş verib. 17 yaşlı Əfsanə İmanova toy gecəsi həyatını itirib. Məlumata görə o 29 həftəlik hamilə olub və oktyabrın 28-i toy mərasimindən sonra vəziyyət ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. 2025-ci il eyni zamanda illərdir cavabsız qalan itkin hadisələrinin açılması ilə yadda qalıb. 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qətlə yetirildiyi 9 il sonra məlum olub. Cinayətin əvvəllər məhkum olunmuş Elnur Nizamoğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib. O, qadını istifadəsi tikildə öldürərək bastırıb. Oxşar hadisə Xaçmazda baş verib. Belə ki, usta işləyən kirayəçi ev sahibini ov tüfəngi ilə qətlə yetirdikdən sonra cinayətin izini itirmək üçün ağlasılmaz üsula əl atıb. O meyidi evin həyətinə bastırıb və həmin yerin üzərində itdamı inşa edib. Bununla yanaşı 2012-ci ildə Lənkəran şəhərində itkin düşmüş Təranə Ağayevanın qətlə yetirildiyi də bu il müəyyən edilib. 2025-ci ildə qətillərin əhəmiyyətli hissəsi ailə və məişət münaqişələr zəminində baş verib. Gədəbəydə ata öz oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisə noyabrın 15-i rayonun Slavyanka kəndində baş verib. Gəncədə 3 uşaq anası Ayşən Sadıqovanın qətli ilin ən rezonanslı hadisələrindən olub. İllərlə qeyri-rəsmi nikahda yaşadığı Ramin Aliyev tərəfindən zorakılığa məruz qalan qadın noyabrın 7-si küçədə bıçaqlanaraq öldürülüb. Bundan başqa, aprelin 20-si Şamaxıda 41 yaşlı kişi 29 yaşlı həyat yoldaşını qətlə yetirib. Hadisə rayonun 7 Günbəz adlanan qəbirstanlığında baş verib. Cinayəti törədən Vüsal Hidayətov hadisədən sonra könüllü şəkildə polisə təslim olub. Gəncədə 18 yaşlı Elgün İbrahimovun ölümü ölkə gündəmini dəyişən hadisələrdən olub. Belə ki, yeniyetmə oğlan mayın 12-si spirliçi qəbul etdikdən sonra məhəccərsiz eyvana çıxaraq torpaqla örtülmüş, sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb. Ertəsi gün aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun ölüm səbəbi ilə bağlı istintaq davam edir. Buna oxşar digər hadisə Gəncədə Mahrasa bağı yaşayış massivində qeydə alınıb. 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli həmyaşıdı tərəfindən qətlə yetirilib. Qeyd edək ki, həyatını itirən yeniyetmə Ədliyyə polkovniki leytenantı Rövşən Rəfibəylinin oğludur. Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində iyulun 26-sında məsciddə dəhşətli qətl hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Səfərov Nadir Səfəroğlu yatdığı zaman kəskin deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub.